Avropa oyunları keçirildi Azərbaycanda. Onda Ramiz Mehdi yıxılmışdı, qıçısılmışdı. Bizi çağırdılar, Əli Həsənov mətbuat mərkəzinə. Ora ki, bəs gəlin Avropa oyunları ilə bağlı bir tədbir gedir. Biz oraya gedəndə Əli Həsənov dedi ki, bu Avropa oyunları qoyun qırağa. Bəzi müxalif deyirlər, başladı ki, Avropa oyunları belədir. Dedi, bunu qoyun qırağa. Prezident mənə tapşırıb, sizə bildirəm ki, biz artıq Azərbaycanda ciddi bir siyasi dəyişiklik eləmək istəyirik. Müxalifətin parlamentdə geniş şəkildə təmsil olunmasını istəyirik. Ona görə Bunu kim dedi sizə? Əli Həsənov. Əli Həsənov. Və orada da 20-yə yaxın partiya sədri var. Mən özümdən demirəm bunu. Yazılıbdır o. İstəyirsiniz qaldırın bax. Və prezident mənə tapşırıb, sizinlə görüşəm. Bu məsələlərlə, yəni artıq Azərbaycanın əvvəlki müxalifət düşməndir, parlamentdə buraxmaq, saxtalaşmaq məsələsi yoxdur. Bəli. Üstündən İkilər müxalifət yumuşalması. Bəli. İndi də davam Yox, hep müxalifətin parlamentdə geniş tərkibdə buraxılması. İndi də hal-hazırda komitə sədrləri var. Orada müxalifət yoxdur, sən boş-boş danışma. Hər şeyə elə müxalifət deyəndə belə olmaz. Ramiz Mehdi müxalifətidir. İndi əgər Dövlət Təhlükəsizlik Xidməti ciddi şəkildə tam məsuliyyətini araşdırsa, o müxalifət dedim partiyanın sədrlərinin bir çoxu Rusiyanın əməkdaşı olduğunu biləcəksən. Maraqları müdafiə edin, görəcəksən.